Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademi Coğrafiya üzrə təlimçiyəm. Bu günlərli qəbul imtahanına düşə biləcək bir blok imtahanı suallarına baxırıq. Qeyd olunur ki, Azərbaycanda düzən meşə landşaftının yarandığı ərazilər, düzən meşə landşaftı bilirsiniz ki, interazonal landşaftlardır. Şollar düz olmuş olacaq. Qanı Xərit çay düzü və Lənkəran ovalığında yayılmış olacaq. Cənub-şərqi Şirvandır, Muğan düzüdür, Salyan düzüdür. Burada yarım səhra və quru landşaftıdır. 1, 2, 6 doğrudur. Türyansay və Tərtərçayın üçün ümumi xüsusiyyətləri müəyyən edin. Yer hövzəsi iki təbii vilayətdə, Mənsəbi yarımsəhra və Qurçöl iqlim vilayətində yerləşir. Bəli, Tərtərçay da yerləşir Kiçik Qafqaz təbii vilayəti və Kür dağarası çökəkliyi. Türyansay da Böyük Qafqaz təbii vilayəti və Kür dağarası çökəkliyi. İki təbii vilayətdə və töküldükləri ərazidə hər ikisi təbii ki yarımsəhra və Qurçöl iqlim şəraitinə malik olan ərazilərdir. Bir doğru olmuş olacaq. Daha sonra qidalanmasında qar və buzlaqların ərinti sularının payı yüksəkdir. Bu artıq yanlış ifadədir. Çünki Türyansayın qidalanmasında, Tərtərçayın qidalanmasında yeraltı sular üstünlüyü təşkil edir. Üzərində SES-lər tikilmişdir. Bu Tərtərçay üçün uğurludur. Hər ikisi bəli Kür çayının qollarıdır. Doğru olmuş olacaq. Və Mənsəbinin yerləşdiyi inzibati rayonlar həmsərhəddir. Bəli, Bərdə və Ağdaş rayonları həmsərhəd olmuş olacaqlar. Daha sonra isə biri tektonik zonadan keçir, yanlışdır. Hər biri iki tektonik zonadan keçmiş olacaq. Cavab variantımız D variantıdır. Üçüncü sualda endogen və eksogen proseslər istəyir bizdən. Endogen proseslər daxili qüvvələr, eksogen proseslər xarici qüvvələrdir. Endogen prosesləri okean novlara aiddir və qırışıq dağlara aiddir. Eksogen proseslərə Karst mağarası, Trok dərələri və barxanlar aid olmuş olacaq. 1B, D, 2, A, C, Y olmuş olacaq. Dördüncü sualda əhalinin və sənaye sahələrinin, müəssisələrinin dəniz sahilinə doğru irəliləməsini dünya okeanında yaratdığı təbii ki, qlobal ekoloji problem nədir? Təbii ehtiyatlar, sərvətlər tükənir və eyni zamanda okeanın suları sürətli şəkildə çirklənmiş olacaq. Daxilə Xarsi Hövzənin çayları Yordan çayıdır, Ölü dəniz, Qaşqadərya, Aral gölü və burada Tarım çayı olmuş olacaq. 1, 2, 5 doğru cavabımızdır. Hindçin yarımadasının sahillərini yuan su hövzələrindən deyil. Burada Sulu dəniz Hindçin yarımadasının sahillərini yuan dənizlərdən deyil. Exolotdan göndərilən okean çökəkliyinə göndərilmiş səs siqnalı 4,4 saniyə sonra geri qayıdıbsa, həmin çökəkliyin dərinliyini hesablayın. 4,4 ilə geri qayıdıb, gedib, gəlib də düzdür. Ona görə mən böləcəm 2-yə. Eləcə 2,2 saniyə, yəni sıx dərinliyini hesablamaq üçün 2-yə bölməliyik. Və onu da vuracam 1500 metrə. Bu zamanda cavabımız alacaq 3300 metr. Su erozyon və akkumulyativ relyef formasını müəyyən edin. Su erozyon və akkumulyativ relyef formaları gətirmə konusları adlandırılır. Çayların əsas relyef forma yaratdığı relyef formasıdır. Avrasiyada yerləşən səhralardan deyil, Tar səhrası yerləşir. Arava İsraildədir. Qobi səhrası Avrasiyadadır. Qaraqum, Qızılqum səhrası Mərkəzi Asiyadadır. Kalahari səhrası isə Afrikanın cənubunda yerləşir. Çəltikçiliyin inkişaf elədiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Sakit okean sahillərində yerləşən ərazilərdir. Yanlış bəli, doğrudur. Şərqi Asiya zonaları Sakit okean sahillərindədir. İsti və rütubətli ərazilərdir. Bəli, doğrudur. Çəltikçilik üçün əsasən rütubət tələb olunur. Eyni zamanda isti ərazilərdir həmin ərazilər. Çaylara əsasən yeraltı sularla qidalanır, yox, yağış suları ilə. Burada muson iqlimi mövcuddur deyə. Yay aylarında da bol su olur çaylar. Qara torpaqlar yayılmışdır, yanlışdır. Dünyanın immiqrasiya regionlarıdır. Bu da aid deyil. Bu əsasən Avropa regionlarıdır. Muson iqlimə malik zonalardır. Bəli, 6 da doğru olmuş olacaq. 1, 2, 6 doğru cavabımızdır. Növbəti sualımız tropik xətti ilə kəsişən adaları müəyyən edin. Burada Madagaskar adasıdır. Tropik xətti ilə kəsişmiş olacaq. Daha sonra Tayvan adasıdır. Şimal tropik xətti ilə kəsişən adadır. Və Filippin adası şimal tropik xətti ilə kəsişən adalardan hesab olunur. 12-ci sualda Monqolistan və Qazaxıstan təsərrüfat strukturuna aid olan oxşar əlamətləri müəyyən edin. Deyir, xarici iqtisadi əlaqələrində dəniz limanları mühüm rol oynayır. Bu yanlışdır, çünki bunun hər ikisi materik daxili ölkə olduğu üçün burada hər hansı bir dəniz limanları mühüm rol oynamayacaq. Qazaxıstanda mövcuddur, amma Monqolistanda yoxdur. Ərazisində cavan platformaları yerləşir. Bu da
yanlış ifadə olmuş olacaq. Arid iqlim şəraitində ekstensiv otlaq heyvandarlığı mövcuddur, doğrudur. Şirin su ilə təminatda problemlər yaranır, bu da doğru fikirdir. Neft və təbii qazın iri ixracatçılarıdır, yanlışdır. Rusiya və Çinlə quru sərhədləri var, bəli, doğru fikirmiş olacaq. 3, 4, 6 bizim üçün doğru fikirlərdir. İnkişaf etmiş ölkələr qrupuna ən son daxil olunmuş ölkələr Koreya Respublikası olacaq, Kipr və Singapur ən son daxil olunmuş respublikalar, ölkələrdir. Növbəti sualımıza diqqət edirəm. Çayın mənbəyində deyir, temperatur -3 dərəcədir. Mənsəbində isə 21 dərəcədir. Bu zaman deyir, bu çayın mənbəyi ilə mənsəb arasında atmosfer təzyiq fərqini hesablayın. Baxın, mənbəyində -3 dərəcədirsə, mənsəbinə doğru gəlmək üçün təbii ki 21 dərəcə olması üçün neçə dərəcə temperatur artıbdır. Yəni bunlar arasında temperatur fərqimiz 21 çıxılsa -3 olacaq 24 dərəcə. Düzdür? 24 dərəcə Selsidir. İndi 24 dərəcə Selsidir. 24 dərəcə Selsidə mən temperaturu metrə çevirmək üçün nə edirdim həmişə? 1000 metrdə 6 dərəcə idisə, x metrdə də 24 dərəcədir. Böldüm nəyə? 24-ü 6-ya. Bu zamanda cavabımız elədi 4000 metr. İndi burada bunlar arasında fərqimiz 4000 metrdirsə mənbələrin mənsəb arasında. Bunu mən təzyiq fərqinə çevirmək üçün təbii ki bölməliyəm 100-ə. O da eləyəcək nə qədər? Daha doğrusu ona üzrlü say. Eləyəcək nə qədər? 400 mm civə sütun. Cavabımız 400 olmuş olacaq. Kolxida və padanovalıqların oxşar cəhətləri cavan platforma üzərində yerləşirlər. Yanlışdır. Çünki geosignaldılar. İşi doğrudur. Yağıntılar əsasən yayda yox, qışda düşmüş olacaq. Aralıq dəniz iqlim hakimdir. İntensiv antropogen təsirə məruz qalıblar. 4 doğrudur. Yağıntıları il boyu bərabər paylanmır. Yanlışdır. Dünya okeanına çıxışları var. Doğrudur. Bakı şəhərinin öz ox ətrafında fırlanma sürətini hesablayın. Bakı şəhəri yerləşir 40 dərəcəlik paraleldə. 40 dərəcəlik paraleldə 1 saatda 15 dərəcə dövr etmiş olacaq. Və mən həmişə də onun 1 dərəcəlik paralel ölçüsü 40 dərəcə 85.4-dür. Düzdür? 85.4-ü vurmalıyam 15 dərəcəyə ki, onun öz ox ətrafında fırlanma sürətini tapım. O deyəcək 1281 km/saat. 20 dərəcə şimal enliyində maksimum düşmə bucağını hesablayın. Normalda maksimum düşmə bucağının hesablanma düsturu 90 çıxılsın coğrafi enlik plus 23.5-dir. Amma bu 20 dərəcə şimal enliyi tropiklər arasında yerləşdiyinə görə burada maksimum düşmə bucağı 90 dərəcədir. Mütləq şəkildə buna diqqət edin. Duzluluğu 25 promil olan Mərmərə dənizinin 2 litr suyuna neçə qram duz əldə etmək olar? Duzluluğu 25 promil isə 1 litr üçün 25 promil götürürsünüz. 2 litr üçün isə x götürmüş olacaqsınız. Buradan x-imiz nəyə bərabərdir? 50-yə bərabər olmuş olacaq. Baltik dənizinin tərkibində yerləşən körfəzlərdən deyil. Burada deyilsə, Fin onun tərkibindədir, Riqada tərkibindədir 3, 5 və 6. Cavabımız 3, 5, 6 olmuş olacaq. Daha sonra 20-ci sualda zeytun, şəkər qamışı və kətançın uyğunluğu müəyyən edək. Əsas becərilmə arealları Braziliya, Hindistan, Kubada yerləşir. Bu təbii ki olacaq şəkər qamışı. Yüngül sənayedə xammar kimi istifadə olunur. Kətan, Aralıq dəniz iqlim tipi sahilləri becərilməsi üçün əlverişli şəraitə malikdir. Zeytun, Ukrayna, Polşa və Belarus əkin sahələrinə görə fərqlənir. Bu da kətan. Rütubətli tropik və subekvatoral iqlimdə becərilir şəkər qamışı. Əziz tələbələr, abituriyentlər, bu tipli məsələn kənd təsərrüfatına aid olan sualları yadınızda rahat saxlamaq üçün nə etməliyik ilk öncə? Baxın, zeytun bilik ki, Aralıq dəniz iqlim tipində hakimdir. Aralıq dənizində, yəni bunu normal olaraq bilirik hər birimiz. Heç coğrafiya oxumadığında bilirik ki, zeytun harda becərilir. Kətan mülayim iqlim tipindədir. Adətən bu testlərdə, qəbul imtahanlarında veriləndə suallar daxilində. Kətanı ancaq Avropanın mərkəz və şimal yaxın olan ölkələrdə verilir. Şəkər qamışı isə həmişə subekvatorial ərazilər üçün götürmək lazımdır. Məsələn, görürsünüz, mən Braziliyanı, Hindistanı, Kuba kimi ölkələri götürmüş oldum. Bunlar təbii ki, subekvatorial ərazilərdə yerləşmiş olacaqlar. Yəni, bu suallar əsasən sadə, rahat tipli suallar olmuş olacaq. Bugünkü videomuzun da beləliklə sonuna gəlmiş olduq.
Gələn izahlarımızda, gələn videolarımızda görüşənədək hər birinizə uğurlar arzu edirəm.